Arkada adam var. Ay Allah! Ay Allah! Elime benim dostum! Sakın hele. Ayşe, burada niye oturupsan? Ne varsan burada? Sen korkmusan ki bura çöllü bir yabanlıqdır, seni it yer, canavar yer. Sen ne varsan burada? Bunları satıram. Bunları satsan? Ha. Ha, bunlar nədir ki? Taxtadır, nə bilim, qapaqdır, köhnə şeylər, nə bilim, sınıq kəlbətin. Ha, bunları səndən kim alar? Bura qorxulu yoldur. Bunlardan almazsan yolda başına təhlükəli işlər gələcək. Ha, sən deyəsən dəlixanadan qaçıbsan. Bunları səndən kim alar? Yəni bunları sən almazsan yolda başına hadisələr gələcək. Gecə yarı burada cinlər, şeytanlar insanları qorxuzur. Nə varır? Cinlər, şeytanlar insanları qorxuzur. Bunları al, sən təhlükəsiz olur. Sən Allah ged işinə məşğul ol. Əmi səni hadisələr gözləyir yolda. Hə, qoy hadisələr gözləsin məni. Sür gedə. Əmi bunları al. Çox baha 4 dolardır. Yolda sizi təhlükə gözləyir. Qoyub ora 2-3 dənə taxtanı deyir. Bunu almazsan qabağa o cin çıxacaq. Dəlidir o. Onun başı xarabdır. Amma nazim sözün düzü mən nəsə qorxmağa başlamışam. Buralar heç kəs yoxdur burada. Buna Bilirəm, yersiz yerdə, amma uşaq danışır, qoyub ora nə gəldi satır, deyir bunu almalısan. o kimdir? O kimdir? Sən görsən onu? Mən də görürəm. Bu adamdır yoxsa cindir? Ha, deyəsən cinə oxşayır. Dayan. Deyəsən cinə oxşayır. Gəl baxaq. Nazim gəl də görək o adam. Ay, mən qorxdum. Deyəsən o kim idisə, sehirbaz zatdır. Çıxdı! Yoxa çıxdı! Sür! Oy dədə vay, sür! O uşaq kiminsə düz deyilmiş. Oy dədə, sür! Ay, yaxşı ki yoxa çıxdı. Buranı tez sür, çıxay buradan. Gedək Nazim. O bir o uşaq bizə sehirli çubuq satırdı ya. Ha, mən nə bilim bu doğru deyilmiş, bilsəydim alardım. Onu yerə alıyordum. Almadım. Bizi az qaldı yiyə. Bir dəqiqə. Nazim. Ha, Arkada kimsə elə bil oturur. Mən güzgüdə görürəm. doğrudan deyirsən? Arkada adam var. Ay Allah! Ay Allah! Eləmə, mənim dostumu dur! Xahiş edirəm, dostumu dur!